Mən girirəm evlərə. Bu evə girirsən, çıxmaq istəmirsən. Evin aurası o qədər gözəldir ki, çox şirin bir evdir, həqiqətən. Özdəki, indi özünüz görəcəksiniz. Gələndə özünüzlə bir mütəxəssis gətirin. Yəni, ev özü, elə videoda indi görəcəksiniz. Gəl. Hörmətli izləyici, haradayıq? Buzovnada. Evə bax bir dənə. Evə baxırsan bir dənə. Damına baxma. Amerikanka şifrdir. 40 santı da bax, çıxıntısı var. Özü üçün tikilmə, şəxsi tikilmə. Yəni, ağlınız o birisi evlərə yetməsin. Ha. Bura pul buraxılıbdır, əməlli başlı, özdə nəyi var. Elə bir dənə bu qapısını görsə. Qalın qapı, üçlük. Deməli, belə, 3 sotun içində buzovnada harda? Deməli, buzovnadan üzü Vişnyovkaya gedən yolun üstündə, sağ tərəfdə bizdə nədir? Araz marketdir. Bax, o yolun üstündədir. O yolun üstündə, yoldan, ana yoldan 3 metr məsafədə. Torpağın çıxarışı var, kupçası var, evi də almaq olar, tam mülkiyyət eləmək olar. Gəl bura. Bax, mən heç nə deməyəcəm də, yəni sən çək görsən, izləyicilər də kommentdə, aşağıda, kommentariyalarda yazsınlar. Fasad görünüşdə, qabağa əl işidir. Gəl bura. Evimizin arxasında buradan keçid var. Düz, aşağı içsən, hamısı ağlaydı açdı. Evimizin qiymətini aşağıdan qeyd eləyəcəm, ümumiyyətlə. Baxın, evin arxası. Gəl buradan fırlanaq gedək. Girək evimizin içinə. Yəni, evin içindən muzey. Bir də sizə deyirəm, yəni, nə demək istəyirəm. Buradan qapı bağlıdır. Təzdən qaydaq ora. Gəl. O tərəfdə bağlı idi. Bax, su anbarıdır. Yəni, qazı, su işığı, sayğaçları, həyətin işıqlandırması, gecə görüntüsü, belə müsibət. Gəl bura. Deməli, qapını gördünüz də. Bax, bu balaca qapı, bəyək mən girə bilmədim. Gəl bura. Ev sahibi zazimleniya var. Zazimleniya deyilib. Onu hər adam eləmir. Bax, bu zazimleniyası. Kim görürsünüz? Qaz xətti. Burada gidrafonu, bax, burada yerləşir. Ki, səsi gəlməsin deyən, bax, burada yerləşdir. Fikir verirsiniz. Yəni, pul buraxılıb. Evin içindəki bütün materiallar hamısı bahalıdır. Gəl. Ev özü sözünü deyir, ha. Videoda baxırsınız. Massivli qapı. Buna bax. Onu çək görsə. Bu, əl işləridir. Əl işləmələri. Fikir verirsiniz. Burası ağlay daşdır. Bura mətbəxidir. Fikir verdin. Ya mən heç nə demirəm də, tərifləyirəm açığı göz qabağındadır. Gəl. Giriş qapısı. Baxaq birinci lüstralar, çılçırıqlara baxın. Hamısı bahalıdır. Aboy, hər şey, keramika, qranit, ev hamısı istipoldur. Bura mətbəxidir. Hər şey hazır vəziyyətdədir. Mikrovalnovası, vıçışqa, qazı, plitə, hər şey. Alacaynıq üçün mebelin içinə baxın. Bura ağ rəngdə görür, bu da seyirdir. Məncə bəyənilsin. Gəl. 3 yataq otağı, 1 qonaq otağı. Qonaq otağımız. Bax, çək görsət. Gəl, göstərəcəm. Buna baxın. Yəni, bu hər evdə olmur. Hər adam eləmir bunu. Pərdələri, karnizləri, hamısı bahalıdır. Mətbəxinə baxdıq. Qonaq otağına baxdıq. Sanuzelına baxaq. Yəni, qiymət verir. Aksesuarlar hamısı Türkiyənidir. Sonra nə görsətmək istəyirdim? Yadımdan çıxdı, onu görsədim. Bir dənə tavanını çək görsət. O aranı məsafəni çək görsət. Bütün otaqlarda neçə santıdır o? 5 santı. O hər evdə olunmur, yəni biləsiniz. Bu bir yataq otağıdır. Fundamenti betondur, elə bil ki, monolitdir. Birinci bunun altı yanı.
Hə, şəkilləri, videoları ev sahibi hamısını çəkib. Yəni evdə bir gündə olsun yaşayış olmuyor. Yəni satdıq məqsədi ilə tikilməyib ha. Hamısı bahalısından, hamısı yaxşısından. 3 yataq otağımız. Bu birinci yataq otağı idi. Uşaq yataq otağıdır. Ümumi evin 157 kvadrat metrdir. Yəni torpağın çıxarışı var, amma almaq olar evə də. Bu da 3-cü yataq otağıdır. Hə, bir də nəzərinizə çatdırmaq istəyirəm ki, bütün podokонniklər hamısı mərmər qranit. Split kondisionerin включателləri hamısı qoyulubdur, hamısı yerində. Hazır evdir. Burada qazanxanadır. Baxın. Həm qazanxanadır, həm də paltar yuyan maşını bax bura qoyulacaq. Çünki liniyalar çəkilib. İstipolun kollektorları, bax, su qızdırıcısı, bax, evin korobkası, baxın buradadır, bax. Ev sahibi bax burada yerləşdirib. Qapının ağzını istəmir pişir. Bu da TV stəndi. Bütün kabellər, zatlar hamısı necə lazımdır, divar içi gəlir. Evədəki söhbət yoxdur. Çox şirin, qəşəng. Yerini sizə dedim. Bu zonada harada yerləşir. Gəlin, baxın. Pulunuzu verin, alın. Yəni, özünə tikilmək istəyən istəyir. Bax, bu da sizə şəxsi tikili ev. Bu günə bu qədər sağ olun, minnətdarım.